Avtomobil sənayesinin simvolu olan 75 illik tarixə malik olan Land Cruiser 300 tamamilə yeni mühərriklə bizi qarşılayır. Toyota mühəndisləri tərəfindən ilk dəfə olaraq Land Cruiser 300-də 1M elektrik motordan istifadə olunub. Hibrid texnologiyadır. Bildiyimiz hibrid texnologiyalara oxşamır, ancaq avtomobilin performansını qat-qat artırır. Bir mühərrik avtomobilin performansını qat-qat yaxşılaşdırdı. Artıq avtomobilin at gücü 49 at gücü artırılaraq 464 at gücünə çatdı. Bu bildiyimiz tam hibrid texnologiyası deyil, ancaq elektrik motor mühərriklə transmisiyanın tam ortasına yerləşdirilib və avtomobilin performansını qat-qat artırıb. Avtomobilin fırlanma anı isə 790 Nm bərabərləşdirilib. Həm də avtomobilin qaz pedalına reaksiyası 40% artırılmışdır. Yeni 1M mühərriki test etmək üçün biz Gürcüstanın Ambra-Lauri hava limanının uçuş zolağını bağlamışıq. 2 kilometrlik uçuş zolağıdır və benzin mühərrikli Land Cruiser'la biz 1M mühərrikli Land Cruiser'ı müqayisə edəcəyik. Hazırsınızsa gəlin başlayaq. Yeni 1M mühərriki ilə benzin mühərrikli Land Cruiser'ı müqayisə edəcəyik. Gəlin birlikdə hansının daha yüksək performansa sahib olduğunu görək. Avtomobilin həmçinin yanacaq sərfiyyatı da 2.2 litr azaldılıb və sürətlənməsi də 0.3 saniyə azaldılıb. Bəli, hal-hazırda biz Land Cruiser'ı, yeni hibrid Land Cruiser'ı test edirik və tork, yəni fırlanma anı yüksəldiyi üçün avtomobil daha da güclü hala gəlib. İndi isə kiçik bir sudan keçəcəyik. Bunun üçün ilk öncə neytrala qoymaq lazımdır avtomobili və bundan sonra H4-dən L4 rejiminə keçmək lazımdır və burada bütün güc təkərlərə yönələcəkdir. Gördüyünüz kimi uğurla bu maneəni də keçdik. Hal-hazırda biz yeni hibrid mühərrikli Land Cruiser idarə edirik. 1M elektrik motora sahib olan Land Cruiser. Bayaq da qeyd etdiyim kimi, xüsusilə avtomobilin at gücü 49 at gücü artırılıb, 464 at gücünə bərabərləşdirilib. Eləcə də fırlanma anı 140 Nm artırılıb, 790 Nm çatdırılıb. İndi isə bu deməkdir ki, avtomobilin gücü qat-qat artıb və bu
güc artımı da yolsuzluq şəraitində özünü ciddi göstərir. Hal-hazırda biz çətin bir yolu keçəcəyik. Gördüyünüz kimi çətin yolsuzluq şəraitindən uğurla keçdik. Çünki burada həm mərkəzi diferensial kilidlənib, həm də H4-dən L4 rejiminə biz aldıq və avtomobilin bütün gücü təkərlərə yönəltdi. Bildiyiniz kimi Land Cruiser 300 ümumiyyətlə yolsuzluq şəraitinin şahı sayılır və burada yolsuzluqda bütün maneələri dəf etmək üçün bir sıra texnologiyalar var. Crawl control sistemidir, mərkəzi diferensialın kilidlənməsidir. Ümumiyyətlə avtomobil özü seçir hansı yol şəraitində siz irəliləyirsiniz. Crawl control bir daha yada salaq ki, bu rejimə qoyduqda avtomobil özü sürəti və əyləşdirməni tənzimləyir. Siz sadəcə sükən çarxını tutaraq irəliləyirsiniz. Bütün digər hər şeyi özü avtomobil sizin əvəzinizə edir. Digər texnologiyaları isə burada təbii ki, yolsuzluq şəraitində dönmə radiusunun artırılması üçün də bir düymə var ki, çətin şəraitdə avtomobilin dönmə bucağı daha da genişlənir və rahat şəkildə maneələri dəf edə bilirsiniz. Bəli, gördüyünüz kimi panoramik görüntü monitorundan siz avtomobilin hər tərəfini görürsünüz. Sağ, sol, ümumiyyətlə 360 dərəcə bir görüntü də yaradır. Burada hal-hazırda palçıqlı bir yoldan keçirik. Gördüyünüz kimi burada hər şey qeyd olunur. Rahatlıqla maneəni görürsünüz. Və elə bir simulyasiya avtomobil yaradır ki, alt hissəsini də artıq görürsünüz.